Bəzi qadınlar var, onlar hicablı üzdən iraqlardılar. Bu nə anlamdır? Bu nə? Yəni ay xanım, sən doğrudan özünü məsxərəyə mi qoyubsan? Sən doğrudan özün, yəni Allahdan oyun mu oynayırsan? O dəyərin altında niyə gizlənib o işlər görürsən? Bu işi görürsən, o çivin xislətli insanların sən dilinə, yəni hicabı mənfi təbliğ eləməyə bəhanə verirsən. Allah qatında məhşər günü həmin qadın cavab verəcək. İlk əvvəl hicabı kiçiltdiyinə cavab verəcək. Ki Allah, məni bağışla, mən hicabı kiçiltdim. Sən hicabı çıxart, bu daha yaxşıdır. Nəinki hicabdır. Elə də mömin 1000 dənə iş, 1000 dənə ləkə, 1000 dənə qüsur, 1000 dənə eyb. Kimin eybi yoxdur? Hamımızın eybimiz var. Amma bəzi vaxt bəzi məsələlər deyir, hadağadan çıxdı. Yəni daha belə adi hal aldı. Bəzi şeylər Allah'a şahid gətirin bizim içimizdə adi hal alır. Yəni həqiqətən o doğrudan möminçilikdən düz gəlmir. Yəni iman əhli bu işləri görməməlidir.